İndi isə gəlin baxın, bu lap çətin məsələdir. Onun izahına baxaq. Yəni bayaq izah elədiyim məsələlərə nisbətən çətindir ya. İndi görün burada bir neçə dənə məsələnin izahını əslində siz eşidəcəksiniz. Özüm belə çətin məsələ seçmişəm. Deyir ki, müəyyən qədər başlanğıc sayıya malik olan bakteriyaların maksimum sürətlə bölünməsi zamanı. Baxın, maksimum sürət nə deməkdir? Sürətlə zaman ümumiyyətlə bir-biri ilə necə asılıdır? V bərabərdir S bölək T deyil. Baxın. V bərabərdir S bölək T. Sürətlə zaman necə asılıdır bir-biri ilə? Tərs mütənasibdir, düzdür. İndi maksimum sürət deyirsə, deməli zaman nə qədər imiş? 20-30 dəqiqədən bir bölünür də bakteriya. Demək ki, zamanım az zamandan bölünəcək. Maksimum sürət minimum zaman deməkdir. Demək ki, bakteriya 20 dəqiqədən bir bölünəcək. Baxın, buradan sizə bir dənə ipucu. Aydındırmı? Deyir, maksimum sürətlə bölünməsi zamanı 2 saatdan sonra bölünməyə məruz qalan fərdlərin cəmi 378 olubdur. Aydındırmı? Gəlin biz bax buraya qədər, bu oxuduğum cümləyə qədər ki, yeri həll eləyək hələ. Ümumiyyətlə baxın, nə verilibdir bizə? Deyir ki, başlanğıc sayı malik olan bakteriyanın sayını bilmirsən. Eləcə bilirsən ki, 2 saatdan sonra 2 saat vaxt verilibdir. Maksimum sürət, yəni ki, minimum zaman başlanğıc bakteriyanın sayını bilmirəm. Yəni minimum zamanla bölünüb, 20 dəqiqədən bir bölünüb, vaxt 2 saatdır və bölməyə məruz qalan bakteriyaların sayı 378-dir. Gəlin indi izaha baxaq. Baxın, bunu həll eləmək üçün əvvəlcə biz öz bildiyimizin üzərindən gedək də. Biz özümüz nə bilirik? Biz bilirik ki, 2 saat ərzində bir dənə bakteriyadan neçəsi yaranır? 64-dür. Neçəsi bölünməyə məruz qalırdı? Deyirdim ki, ümumi bölünməyə məruz qalan bakteriyaların sayını tapmaq üçün ümumi bakteriyaların sayından başlanğıc bakteriyaların sayını çıxmaq lazımdır. 64-dən birini çıxaram, eləyər 63. Demək ki, nədir? Bir dənə bakteriyadan 2 saat ərzində bölünməyə məruz qalan bakteriyaların sayı nə qədərdir? 63 dənə. Aydındırmı? Ancaq indi bizə verilibdir ki, 378 dənəsi yəni bölünməyə məruz qalıbdır. Aydındırmı? Mən başlanğıc bakteriyaları tapmalıyam da, düzdür? Mən bildiyim odur ki, 2 saat ərzində bir dənə bakteriyadan 63-ü bölməyə məruz qalırdısa, bəs 378 dənə bakteriya bölməyə məruz qalıbsa, neçə dənə başlanğıc bakteriya olubdur? Mən buradan tənasibi həll elədim, aldım ki, 6 dənə başlanğıc bakteriyam demək ki, mənim var imiş. Gəlin yerinə qoyaq, həll eləyək. 6 dənə başlanğıc bakteriya olsun, 2 saat vaxtdır, saatın biri budur, biri də ki budur. Görək neçəsi yaranır. 6 dənə bakteriyadır. 2 saat ərzində yaranır 384-ü. Necə tapdım? Birinci 20 dəqiqədə 12-si yarandı, ikinci 20 dəqiqədə 24-ü, üçüncü 20 dəqiqədə 48-i, sonra 80-ci dəqiqədə, yəni bax belə də, bax 20 dəqiqə, 40 dəqiqə, 60 dəqiqə, 80 dəqiqə, 100, 120. Yəni 120 dəqiqənin sonunda, yəni ki 2 saatın sonunda neçə bakteriya yarandı? 384-dür. Mən bölünməyə məruz qalan bakteriyaların sayını necə tapırdım? Ümumi bakteriyalardan başlanğıc bakteriyaları çıxırdım. 384-dən 6-nı çıxıram, eləyir neçə dənə? 378 dənə bölünməyə məruz qalan bakteriya. Həqiqətən də mənə məsələdə neçəsi verilmişdi? 378-də, düzdür? Mən də aldım mı? Aldım. Demək ki, başlanğıc bakteriyam nə qədər imiş? 6 dənə imiş. Hardan tapdım? Öz bildiyimin üzərində. Mən bilirəm ki, 2 saat ərzində bir bakteriyadan 64 yaranır. Aydındırmı? Bölməyə məruz qalanda bilirəm ki, 63-dür. 64-dən birini çıxdım 63. Mənə verilən rəqəmdə yerinə qoydum. Aldım ki, 6 dənə başlanğıc bakteriyam olubmuş. Aydındırmı? Buraya qədər həll elədik. Sonra sənə nə deyir? Sonra sənə deyir ki, 3-cü bölünməyə məruz qalan bakteriyaların cəmi ilə 3-cü bölünməyə məruz qalan bakteriya hansıdır? Həmişə deyirdim ki, bölünməyə məruz qalan bakteriya deyəndə birincidən başlayın. Baxın, bu birinci bölünməyə məruz qalan bakteriya. Bu ikinci bölünməyə məruz qalan bakteriya. Bu da 3-cü bölünməyə məruz qalan bakteriya. Deməli, 3-cü bölünməyə məruz qalan bakteriyalarım neçə imiş? 24 dənə imiş. Aydındırmı? Sonra nə deyir? 3-cü bölünməyə məruz qalan bakteriyaların cəmi ilə 5-ci bölünmədən əmələ gələn bakteriyalar. 5-ci bölünmədən əmələ gələn bakteriya hansıdır? Bu 3 idi, bu 4-dür, bu da 5. 5-ci bölünmə budur, 96-dır. Ancaq sənə deyir ki, 5-ci bölünmədən əmələ gələn bakteriya. Bu 5-ci bölünmədir, bölünməyə məruz qalan bakteriyadır. Bəs 5-ci bölünmədən neçəsi yaranıb? 192-si. Aydındırmı? Bax, məsələ sənə gör nə qədər şey öyrətdi. Məsələ sənə deyir ki, 5-ci bölünmədən əmələ gələn, 5-ci bölünməni soruşmur, ha. Sənə 5-ci bölünmə budur, düzdürmü? Bax, bu 1, bu 2, bu 3, bu 4, bu da 5. 5-ci bölünmədən ancaq yarananı soruşur. 5-ci bölünmədən səndən yaranan 192 dənəsi olubdur. 192 elədimi? 192. Deyir ki,
5-ci bölmədən əmələ gələn bakteriyaların cəmi arasındakı fərq. Aydındırmı? Yəni deyir ki, 3-cü bölünməyə məruz qalan bakteriyaların cəmi neçə elədi? 24. 5-ci bölünmədən əmələ gələn bakteriyalar neçədir? 192. Bunların arasındakı fərq deyir nə qədər olar? 192-dən 24-ü də çıxaram, eləyir 168. Cavabım eləyəcək A bəndi. Aydındırmı? Gördünüzmü bu məsələdən nə qədər siz məlumat, bilgi əldə elədiniz?